izləyicilər, bu mövsümün ilk tamaşasına xoş gəlmişsiniz. Sizdən xahişimiz, telefonlarınızı səssizə alın və işığını yandırmayın. Çəkiliş sərbəstdir. Xoş izləmələr. Geçen dəfə də belə deyirdi. Əvvəlkinin cəsədi hələ də otaqdan gəlir. Nə deyir, nəyə baxırsan? Simpsonun xətası damısı. Onu atmağa icazə vermirdi. Çürüyüb tanınmaz hala gələnə qədər otaqda qalmışdı. Yaxşı qız idi. Mənim lap xoşuma gəlmişdi. Heyf, Veronikanın onu qəbul etmədi. Razı olmadı. Bəlkə də saçlarını bəyənmədi. Gərək çürüməzdən əvvəl saçlarını boyamaq ağlıma gələrdi. Sıxma canını. Dəfəki əvvəlkindən də yaxşıdır. Simpsonun aşağıda biraz da gözlənsə, şübhələnmə, getməliyik. Sevsən gedək. Hə, bir də! Bu səfər qan olmasın. Keçən səfərkini təmizləyənə qədər canım çıxdı. Yaxşı. Çalışarıq bu dəfə qan olmaz. Gedək. Hiss edirəm, bu dəfə onu qəbul edəcək. Mən də. Otak burasıdır. Buyurun bakın. Gəl əzizim, bax. Bunlar Veronikanın düzəltdiyi son puzzle'dır. Elə olduğu kimi də qalıb. Adı qara meşədə ovçulardır. 800 parçadan ibarət. Veronika ayda bir-iki belə puzzle düzəldirdi. Sonra biz o puzzle'ları yanğın söndürən ailələrin uşaqlarına hədiyyə etdik. Çünki Veronika yığdığı puzzle'ları yerdən yığmağı sevməzdi. Yeni puzzle onun üçün yeni bir dünya olduğunu deyərdi. Veronikanın öləcəyini bilirdiniz. Bəli, o vaxt belə xəstələrə ümid yox idi. Həkimləri də bunu deyirdi. 15 yaşında artıq Veronika da hər şeyi öyrənmişdi. O yaşda bunu bilmək çox qorxunc olmalıdır. Amma Veronika heç vaxt ruhdan düşmədi. Həmişə hamıdan xoşbəxt olardı. Suzan. Gel buraya bak. Veronika broşlar. Bilezikler de düzenlerdi. Hele bir buna bak. Bir de bir bu gün düzeldi. Bak. Bize tesadüf edecek. Nə gözəldir. Leri, gəl bax. Möhtəşəm deyil. Öyle. Hakikaten öyle. İndi bu aksesuarları sata bilər və böyük pul qazana bilərdi. Əzizim, bax bu kitablar və jurnallar da Veronikanındır. Çəkdiyi rəsm əsərləri də yəqin burada olar. Bax, divardakı rəsmi də o çəkir. Bunlar hamısı onun təsəvvürünün məhsuludur. Çox maraqlıdır, amma heç yerdən kopyalamayıb. Veronikanın bürcü nə idi? Bürcü? Böyle bürc. Məsələn, oğlan... Bilmirəm. Doğum günü 8 iyun idi. Ondakı zər bürcüdür. Çok güzel tesadüf. Mənim bürcümdür. Gördüyün kimi, hər şey olduğu kimidir. Paltarları və ayaqqabıları dolabda, darağı və diş fırçası da yan otaqdadır. Biz heç nəyi dəyişdirmədik. O öləndən sonra hər gecə otağa gəldik. Heç nə demədən biraz oturduk. Ona görə də otaq digərləri kimi təmizdir. Mən hələ də Veronika ışıqda rəsm çəkə bilsin deyə pəncərə qabağındakı ağacları kəsirəm. Böyük qızımız Veronikanı çox sevdi. Amma sevgimiz onu yaşatmağa yetmədi. Bu tərəflərdə iş görəndə Veronikanın mənə əl yerlərə salam verməsini hələ də xatırlayıram. Veronikanın otağının olduğu kimi saxlanması çox qəribədir. Sanki bir ziyarətgah yaradılır. Biz onu unudulmaz eləməyə çalışırdıq. Yəni çalışıblar. Onun getdiyinə hələ də inana bilmirəm. Amma bəlkə düz etməyibsiniz. Əgər Veronikanın otağını dəyişsəydiniz, istifadə etsəydiniz, əşyalarını çıxarsaydınız, bu oğlunuz Henry üçün daha asan ola bilərdi.
Belki de bu hal her şey daha da pis. Yanılırsan əzizim. Henry əvvəl başa düşürdü. Amma indi ölüm ayağında olduğu üçün bacısı Veronikanın hələ də yaşadığını düşünməyə başlayıb. Suzan, Henry keçmişə qayıdıb. O elə bilir ki, hələ də 1960-cı ildir. Böyük bacısı Veronika da hələ də yaşayır. Bacı qardaş çox yaxın idi. Henry indi hardadır? Girişin sonundakı otaqda. Həkim dedi ki, onun çox vaxtı qalmayıb. O artıq sona yaxınlaşıb. Suzan, əzizim edəcəksən. Henry buna çox sevinəcək. Yarım saatdan çox çəkməz. Həm sonra sizi şəhər kənarına gəzməyə də aparacam. Göydə gözəl ay sizin üzərinizdə parlayacaq. Cavabın nədir əzizim? Edəcəksən? Otağın vəziyyətini görürsən. Sadəcə örtükləri çıxartmalıyıq. Bilmirəm. Doğrudan Suzan Veronika çox oxşuyur. Özü də lap çox. Mən heç belə bir şey görməmişdim. Onlar sanki əkizdirlər. Mən sizi orada görəndə elə bilirdim ki, ruh görürəm. Sihir. Hətta mən elə bildim ki, Maureen halüsinasiya görür. Hatırlayırsan əzizim? Zubəyinə dedim ki, yaxşısan. Ondan sonra oturandan sonra Veronikanın onun üzünü gördüm. Suzan həqiqətən də Veronikaya çox oxşuyur. O yalnız Henry'ni yox, hər kəsi aldada bilər. Demişdiniz ki, şəkil göstərəcəksiniz. Aha, bəli. John, şəkli gətir. Amma çalış Henry oyanmasın. Əlbəttə. Əlbəttə. Görəcəksən. Görəcəksən əzizim. Elə bil sən Veronikasan. Öz otağımızın. Səni burada görmək məni çox təsir etdi. Görünür üzüm çox adidir. Məktəbdə mənə bənzəyən bir qız da var idi. Məndən bir sinif böyük idi. Adı nə idi? İndi də universitetdə oxuyur. Bu sənə niyə bu qədər maraqlı gəldi? Sənə çox bənzəyən bir qız və səninlə eyni universitetdə oxuyur. Düzü mənə də maraqlı gəldi. Bəlkə ailəsini tanıyırıq. Yox, düşünmürəm. Adı İrina idi və düz dedin, eyni universitetdə oxuyuruq deri. Amma ixtisaslarımız fərqlidir. Çox gözəl. Nəysə, sadəcə maraqlı gəlmişdi. Henry'ni oyandırmadan bu şəkli götürə bildim. John, bu Henry, bu da Veronikadır. Mənə həqiqətən bənzəyir, amma dişləri istisna olmaqla. Dişlər? Mənim onun deyil. Onun dişləri çox gözəl və düz idi. Mənim də elədir, atam diş həkimidir. John bura, Henry bura gələndə John daha yaxşı şeyler gətirir. Suzan, bunu etmək istəyirsən? Etməlisən. Nə olar? Xahiş edirəm. Henry hər gün təkrarlayır. Veronika niyə mənə əsəbləşdi? Artıq məni nə üçün görməyə gəlmir deyə. Veronika ölən vaxt Henry özünü günahkar hiss edib. O indi özünü 26 yaşında yox, 13 yaşında uşaq kimi hiss edir. Səndən istədiyimiz çox balaca bir şeydir. Təkcə Veronikanın paltarlarını geyin və Henry'nin qabağına keç. De ki, Henry salam, səni yaxşı görmək mənə xoşdur. Yox, sənə əsəbləşmirəm. Sadəcə xəstəliyimi yoluxdurmaq istəmirəm. Beləcə ona de, çox xeyri olacaq ona. Bunun doğru bir şey olmadığına əmin deyiləm. Nə demək istəyirsiniz? Bu Henry'nin son arzusudur. Necə ola bilər ki, pis olsun? Baxın, bilirəm niyyətiniz yaxşıdır, xeyir etmək istəyirsiniz, amma mən sizinlə razı deyiləm. Bilirəm ki, bir insanın xəyal dünyasını oynamaq yaxşı bir şey deyil. Bu onu daha da asıl eləyər. Suzan, Henry ölür. Biz bunu gələrkən sənə yolda da izah etdik. O xərçəngdən ölür. İndi edə biləcəyimiz tək şey biraz da olsa onu sevindirməkdir. Suzan, həkim dedi ki, Henry'nin cəmi 1-2 ay ömrü qalır. Bax, biri də razıdır. Bunda heç bir yanlışlıq yoxdur. Suzan, gözəlim, biz heç vaxt o restorana getməmişdik. Amma bu səfər nəsə fərqli bir şey etməli olduğumuzu düşündüm. Niyəsini soruşma, heç özüm də bilmirəm. Biz gedəndən 5 dəqiqə sonra sən və Leri gəldiniz, bizim yanımızdakı masada oturdunuz. Düşünmürsən ki, bu gecə sizin və bizim artıldığımızı Allah Veronika üçün, yəni Henry üçün bir araya gətirir? Bu gecə heç bizim də planımız yox idi. Bəli, elə buna görə. Leri ilə tək danışa bilərik. Əlbəttə, əlbəttə, Maureen gəl. Onlar danışmalıdırlar. Gəl biz gedək. Və bir də, Henry fərqinə varmadan şəkli görürük. Onun gözləri çox itidir. Gəl, biz gedək.
Pis Bəli. dedilər amma. Mən də elə düşünürəm. Onsuz ölüm ayağındadır. Niyə də olmasın? Bilmirəm. İçimdən bir səs bunun doğru olmadığını deyir. Onlarda anlaya bilmədiyim bir qəribəlik var. Nə demək istəyirsən? Bilirəm, çox mehriban görünürlər. Amma bir tərəfim onlardan uzaqlaşmağını deyir. Bəlkə də bu mənimlə əlaqəlidir. Övladlarını itiriblər. Onları başlamaq lazımdır. Başa düşürəm amma ölüm ayağında birini anlatmaq mənə düz gəlmir. Suzan, onları eşitmədin. O zaten qısa müddət sonra öləcək. Gələcəyə başa düşəcək qədər yaşamayacaq. Bunda nə yanlışlıq ola bilər axı? Sən vəkilsən, elə deyil. Vəkil olmadığımı düşünmürəm. Yəni heç nədən şübhələnmirsən? Əlbəttə ki, yox. Şübhələnmək üçün elə bir əsas səbəb də yoxdur. Düz deyirsən, mən şübhəci yanaşdım. Elədir ki, var. Açığı niyə belə mətnun başladım? Bilmirəm. Çox qəribə bir havası var bu otağın. Çox ağır qızıl gül qoxusu var. Qızılgülü çox sevirəm. Sən bunu hardan bilirsən? Yəqin ki, sevirdi mənə çalışırdım. Otağı da çox qurduqlandıra. Həm də onlar bizə restoran demişdi, yanında Yo, yadımda deyil. Biraz yorğunsan deyəsən. Başım biraz qarışıqdır. Son günlər tez-tez qəribə hadisələr baş verir. Sürətli Yo, zəhmət etmə lazım deyil. Bəs nə deyəcəksən onlara? Mənə doğru gəlməsə də mən qəbul edəcəm. Edəcəm. Bu həm də əyləncəli olar. Bir dəfə məktəbdə Kral Lear tamaşasında Cordelia rolunu oynayırdım. Məktəbdə? Aha. Bu az da olsa onların içini rahatladar. Əgər məndən bir şey soruşmamı istəsələr, soruşmayacağam. Bu qədər. Bir dəqiqə. Səsimi unutdular. Əgər səsim Veronikanın səsinə oxşaması bəs nə olacaq? Səsin də yəqin ki oxşuyur. Yoxsa bu işləri niyə təşkil etsinlər? Bilirsən nə var? Sən məni heç tutmayırsan. Yoldan keçəndə qolumdan belə tutmamışdım. Bu axı bizim ikinci görüşümüzdür. Birinci, bazar günü sayılmır. Bacarmırsan? Yox, elə deyil. Biz indi qəsəbənin kənarında bir evin otağındayıq. Qızlar ölmüş bir ailəyə kömək etməyə çalışırıq. Sonra əlini tutaram. Gələ bilərsiz. Mən razıyam, bu işi desən. Teşekkürler əzizim. Sən mələksən. Bilirdim ki sen kabul edeceksin. Hatta indi Mavren'e Suzan edecek. Onun böyle yüreği var dedim. Əzizim, bunun bizim için necə böyük bir yaxşılıq olduğunu təsəvvür belə eləyə bilməzsən. Sen bize onu sevindirmeye fırsat verdin. Yaxşı. Can, indi örtükləri çıxardıb otağı düzəltməliyik. Mən də kömək edə bilərəm sizə. Əlbəttə, nə qədər köməyimiz çox olsa iş o qədər tez qurtarır. Səsin Veronikanın səsinə oxşuyur. Yəni səsində problem yoxdur ki. Səsin yetərincə oxşuyur. Görünüşün o qədər mükəmməl olacaq ki, əminəm. İndi səsinə fikir ver. Gözleri it olsa da kulakları ağır eşidir. Örtükləri bu masanın üstünə qoy. Stolda qoy. Leri, Suzan'ın bizə bu yaxşılığı etməsinə icazə verdiyin üçün çox sağ ol əzizim. Bu qərarı mən özüm vermişəm. Henry də məni cəsarətləndirdi. Suzanın özü yetərincə cəsarətli idi. Mən sadəcə şübhələri aradan qaldırdım. Yaxşı ki, buradasan. Bu nədir? O gramofondur. İçindəki hansı mahnıdır? Mahnı o vaxt çox məşhur idi. Yəqin Veronikanın dinlədiyi son musiqi oldu. Əgər qramofon işləyirsə dinləyə bilərik. Aha, eynən. Yoxlaya bilərsən, yandır. Yan tarafındaki yeri çevirip kurmalısın. Bu işi daha tez qurtarsa daha yaxşı olmalı. Dinləməyi çox istəyirəm. Mənə rola girməkdə kömək olar. Disk fırlanır, amma qolu hərəkət etmir. Əzizim, onu sən hərəkət etdirməlisən. İğneni kaldır ve yerine koy.
Əlbəttə, indi hər tür cəfəngiyata mahnı deyilir. Son vaxtlar Veronika biraz ruhdan düşmüşdü. Mən ruhdan düşmüş yox, narahat idi deyərdim. Yazıq qız. Başına gələcəyi bilirdi. Nəysə. Otaq hazır olduğuna görə əzizimin indi sıra səndədir. Bu onun çox xoşuna gəlirdi. Həmçinin bu. Hansını istəyirsən, ən çox xoşuna gələni seç. Sən hansını seçirsən? Hansı daha tez gəlin çıxarsa onu seçək. Onda bu olsun. Mən də bunu seçərdim. Sənə xüsusi yaraşır. Teşekkür ederim. Yaxşı. Düşünürəm ki, artıq Leyla ilə mənim getmək vaxtımız çatıb. Ümid edirəm bu koordinatör Gördük. yolundan önemli olar. Neyini burada olanda ona çət bir yerine baxa bilərəm. Yox, bunu edə bilməzsən. Suzan sənə hekayəni sonra danışır. Gəl, aşağıda oturmağa yer də var. Hətta sənə viski də süzəcəyim. Çox əla olar. Xoş əyləncələr. O mənim üstümaqda çox tancaqdır. Amma yavaş-yavaş bunun öhdəsindən gəlməyə çalışır. Düşünürəm ki, bacaracaq. Lerinin çox qatı ailəsi olub. Anası heç vaxt onu qucaqlamayıb. Atası da həmişə soyuq olub. Bu Leri üçün travma olmalıdır. Yazıq Leri. Dəhşət. Xanım Mare, mən Henry'nin adı keçə biləcək şeylər və insanlar haqqında daha çox şey bilməliyəm. Məsələn, bu Veronikanın həkimi kim idi? Həkim. Doktor Simpson. Doktor Simpson bütün ailənin həkimidir. Doktor Simpson. Bəli, Simpson. Henrietta adlı bir aşpazımız var. Onun da Morgan adlı balaca dəcəl bir oğlu. O da həmişə hamıya narahatlıq törədir. Bəs dostları yox idi? Henry'nin. Henry'nin adını çəkə biləcəyim heç bir dostu yoxdur. Çünki bizim yaxın ailə əlaqələrimiz də o qədər yaxşı deyil. Anladım. Otur əzizim, mən ayaqqabını gətirim. 37 ölçüsünə qədər. Ona baxam. Düşünürəm ki, gedər. Bəlkə də məni bir-iki damcı göstərişinə boğar. Çox çəkməz. İndi yan otağa gedək və geyin. Mən də sənə kömək edəcəm. Təşəkkür edirəm. Çox gözəl oldun əzizim. Məynimə görə oldular. Mən bilirdim sənə yaraşacağını. Hələ ayaqqabılar ayağıma görə oldu. Ya o dövmürsə işçi olmuş, ya da ayağım bölünmüş. Bəs saçlarım o neydi? Mənə icazə verərsən biraz kəsin. Yox, yox olmaz. Əgər Henry fərqinə varsa deyəcəm ki, saçlarımı uzatmışam. Çoxdan da Veronikanı görmür. Narahat olma. Problem olmayacaq. Saçların olduğunu tutacaq. Təşəkkür edirəm. Xanım Marin, mən gördüm ki, yan otaq da təmizdir və otaqlarda çox ağır qızılgül qoxusu var. Bəli, otaqlar həmişə təmiz olur. Qızılgül də Veronikanın ən sevdiyi ətirdir. Bunu Leriyə haçan demisiniz? Leriyə demişik. Xatırladım. Biz onu Leriyə deyəndə sən nəsə düşünürdün. Fikrə getmişdin. Hə, anladım. Yaxşı oldu. Nə? Öskürəyim. Əla. Sən əla aktrisizsin. Tam da Veronika kimi oldu. Təşəkkür edirəm. Bəs niyə Veronika sağalmaq üçün xüsusi bir xəstəxanada deyildi? Siz bunu ödəyə bilərdiniz, elə deyil? Bəli, imkanımız yaxşıdır. Toxuculuq fabrikimiz var. Bəs niyə Veronikanı xəstəxanaya göndərmədiniz? Onu çox sevirdik və ailəsindən uzaq durmasına ürəyimiz razı gəlmədi. Amma xəstəxana daha uzun yaşaya bilməzdi. Yəni ömrü çox uzun değildi. Ona görə də son günlərini ailəsiyle bir yerde keçirməsini uyğun gördük. Bu paltarlar, bu otaq, hər şey təhlükəsizdir, elə deyil. Heç bir təhlükə yoxdur ki. Əlbəttə. Əlbəttə əzizim, təhlükəsizdir. Paltarlar təmizliyə aparılır, bundan narahat olma. Həm də ki, mikroblar uzun illər yaşaya bilməzlər, elə deyil. Bilmirəm, düşünmürəm yaşasınlar. Mən əminəm yaşaya bilməzlər. Deyə bilərsən, bacın ya da qardaşın var. Bir qardaşım var. Böyükdür ya kiçik?
Böyükdür, Portugaliyadadır. Ona yazmaq və danışmaq üçün çox səbirsizlənirəm. Hətta otaq yoldaşlarıma danışsam, elə biləcəklər bütün hekayəni uydurmuşam. İnanmıram ki, şübhə etmir. Hətta otaq yoldaşlarımdan biri olan Diana'ya desəm ki, yerdə, küçədə pul tapmışam, qəti inanmaz. İnanmaz. Məndən bu hadisənin gerçək olduğuna dair imzalı sənəd istəyər. Bəs paltar geyinmək və rol oynamaq əyləncəli deyil. Əyləncəlidir. Ən azından bunun üçün yaxşı bir səbəb var. John, təcrübələr. Buyur John, gələ bilərsən. Sen tamamıyla Veronika'sın. Gözəl görünmür. Muhteşem görünür. Leri hardadır? Leri nə edir? O aşağıda futbol izleyir. Hansı komandalar oynayır? Bilmiyorum, bakmadım. John, Suzan'ın paltarlarını yan otaqdan çıxart. Elbette. Henry'nin xəstəliyi otağa gəlməsinə imkan verir, yəni otağa özü gələ biləcək. Əlbəttə, xəstəliyi ayağa durması üçün bir maneə deyil. Hə, lap yaxşı, anladım. Lerinin məni görməsi üçün yanına gedə bilərəm. Yox təbii ki. Henry səni otaqdan çöldə görsə necə olar bəs? Yok, ben tamaşadan sonra onu buraya getiririm. Yaxşı, tamaşa sözü çox uyğun oldu. Dəridə ürpənmə yaradır. Ona sadəcə onun da küsülü olmadığını de. Mən sizin 2 dəqiqədən çox bir yerdə qalmanıza icazə verməyəcəm. Siz bizimlə qalacaqsınız. Bəli, əlbəttə. Əgər o mənim başa düşmədiyim şeylər deyərsə və ya cavabını bilmədiyim suallar Deyəcəm ki, verərsə... həkim sənə 2 dəqiqədən çox danışmağa icazə vermir. Henry'nin neçə yaşı var idi? Sənin 20, Henry'nin 13 yaşı. Yaxşı. Düşünürəm ki, hər şey hazırdır. Bence de her şey hazır. Henry gətirməz 2 dəqiqə çəkəcək. O yəqin hazırlaşmaq istəyəcək. Biz onu tələsdirərik. Elə Leri də bu işə sizin qədər həvəsli idi. Nə demək istəyirsən? Açığı desəm, əvvəlcə təklifinizi rədd etməyi düşünürdüm. Hətta Leri olmasa rədd eləyərdim. Bu bizi çox məyus edərdi. Biz sadece onun xoşbəxtliyini isteyirik. Bəli, Leri şübhələrimin əbəs yeri olduğunu mənə göstərdi. Əlbəttə. Olar. Amma mən onun necə də yaxşı bir insan olduğunu hiss eləmişdim. Bəli, düz fikirləşibsiz. O çox yardımsevərdi. Yaxşı. Biz gedək. Öyle. Sen de hazır olduğuna göre başlayabiliriz. Rahat otur. İstəsən puzzle'larla oyna, musiqi dinlə, kitablara da baxa bilərsən. Yox, mən məşq edəcəm. Sənə məşq lazım deyil. Əzizim, sən mükəmməlsən. Bundan daha yaxşısı ola bilməz. O zaman sen düz değilsin. Sen Veronika olmalı işte. Biz gideyiz.
Yox, yox, alınmadı. Düşünməliyəm. Salam Henry, möhtəşəmsən. Mən sənə əsəbi. Henry, bunu necə düşünə bilərsən? Bilər, ola bilər. Salam Henry. Əsəbi, sənə? Yox, əzizim, bütün günah doktor Simpsondadır. O məni təciz etməkdə çox sərtdir. Bir neçə aydır otağa girməyimə izin vermir. Ola bilər. Salam Henry, necəsən? Nə xoşdur ki, evinə qayıtmısan. Ola bilər bu da. Sizin də dəhşətinizi bilmirdim. Nədən danışırsan? Necə yəni nədən danışıram? Siz saçınızı, paltarınızı dəyişmişsiniz. Sanki 20 il cavanlaşmışsınız. O gəlir. Kim gəlir? Henry, özünüzü yaxşı hiss edirsiniz. Xatırlamırsınız? Siz və yoldaşınız bir yerdə Henry'ni bura gətirəcəydiniz ki, məni görsün. Ona görə bu paltarları geyinmişəm. Ah, Veronika, ah. Mənim yazıq mələyim. Əzizim, bugün bizi əsəbləşdirmək üçün heç yaxşı bir vaxt deyil. Konrad içəridə 39 dərəcə qızdırma ilə yanır. Toxuculuq fabrikinin fəhlələri oturaq tətilə çıxıb. Maurenin də istirahət günüdür. Ona görə də bugün bizi əsəbləşdirmək üçün heç yaxşı bir vaxt deyil. Suyunu iç əzizim, suyunu iç və yat. Şirin yuxular. Bu qadın niyə belə davranır axı? Bu Henry üçündür. Mən qəbul etmişdim axı onların istəyini. Nələr baş verir burada? Maure! Xanım Maure! Liri! Liri hardasan? Bu qapı niyə belə bağlıdır ki? Mən Veronika deyiləm, mən Suzanam. Leriyə deyin gəlsin. Bu qışqırıqlar, bu döyüntülər nədir belə? Burada nələr baş verir? Mən buradan dərhal getmək istəyirəm. Sana nə oldu əzizim? Danış görək. Siz dediniz ki, Henry Veronika rolunu oynayım deyə məni bura çağırıbsınız. Amma indi qəribə hadisələr baş verir. Henry hardadır? Henry, o otağındadır. Bunu niyə soruşursan ki? Canım, üstüne gitme. Yəqin başı qarşı. Hava da qaranlıq. O gənc qız da onu deyil. Sən narahat olma əzizim, mən onunla danışıram. Henry'ni gətirmirsiniz? Bəs Leri hardadır? Leri, hansı Leridən danışdın axı? Toxçuluq fabrikindəki Leri istiyoruz. Yox,
Buradakı Leri Portelli, mənimlə bura gələn oğlan. Onun başı çok karışık Can. Ahırınızda belki çoklu su içmeye tövsiye etmiştim. Al əzizim, biraz iç. Səni çox yaxşı başa düşürəm. Cavan vaxtı mənim də başıma belə hallar gəlirdi. Düzələcək, narahat olma. Siz həqiqətən mənim Veronika olduğumu düşünürsünüz? Əlbəttə, sən bizim tək qızımızsan. Bizim canımızsan, ən əzizimizsən. Əksini necə düşünə bilərik ki? Əzizim, səni bütün dünyaya dəyişmərik. Səni canımızdan da çox sevirik. Axı, mən sizin qızınız deyiləm. Mən Suzanam. Lerini tapmam. Məni buraxın. Buradan çıxmamı icazə verin. Bu onu 5 dəqiqədən çox saxlamaz ha. Keçən səfərki niyə çox qədər də saxlamamışdı. O ondan kök edir. Həm dozası da olub yəqin. Buna bəs edəcək. Neyse, biz öz işimize bakalım. Onun ne kadar Veronika olduğuna inandırabilsek, uğurlu olma şansımız da o kadar artacak. Əlbəttə. O ki bizim qızımız olacaq. Bunu indidən hiss etməlidir. Yoxsa onun da axırı əvvəlkilər kimi olacaq. Hem onu yeterince Veronika olduğuna inandırabilsek, belki öldürmeden de aynı hayata geçirebiliriz. Bəli, mən də elə düşünürəm. Belki bu şansımızı artırabilir. Hem səsə düşsün yerimiz de azalır. Mən də elə düşünürəm. Artıq getməliyik. Simpson da hazırdır. Son əşyaları götürmək var. Eşyalar demişken, Simpson şəkillər olan qutunu nə etdi? Onu aşağıda görmədim. Şəkillər olan heç mən də görmədim. Yəqin hardasa gizlədib. İndi onu düşünməyin vaxtı deyil. Biz getməliyik. Ümid edirəm ki, elə olur. Neyse, gedək. Ne baş verir belə? Buradan necə çıxa bilərəm görəsən? Qutu nədir belə? Əziz ailəm və mən, gözəl qızımız Nadia'ya. Yay tətilində dostlarımla, Jessica Milli, onlar kimdir belə? Dünyanın ən gözəl qızına, Emily və işarəsi. Ən yaxın dostum, Suzan Kearney. Bu mənim şəklimdir. Bunları hardan tapıblar? Bu şəkil çantamdaydı. Veronika, əzizim, nə baş verir ona? Veronika. Əzizim. Veronika, əzizim nə oldu? İçərdən səslər gəlirdi. Yaralanmayıb sanki. Yo, yaralanmamışam. Mən yaxşıyam. Sadəcə ayağım sol ilişmişdi. Bəli, ayağım sol ilişmişdi. Mən yaxşıyam. Mənim gözəl mələyim, daha ehtiyatlı olmalısan. Axı sana bir şey olsa biz neyləyərik? Məni bağışlayın. Ehtiyatlı olaram.
Nə baş verir burada? Narahat olma əzizim, kiçik bir qəza olub, hər şey qaydasındadır. Narahat olmayın, mən yaxşıyam. Önemli bir şey yoktur, her şey yaxşıdır. Yaxşı. Əla. Bax, gözəl. Bəlkə də heç ehtiyac qalmadı. Hə? Mən də elə düşünürəm. Onda mən bir stəkan daha su gətirim. Həkimin məsləhətinə qulaq asmaq çox vacibdir. Əzizim, Doktor Simpson ölkənin salib seçilən həkimlərindəndir. Əvvəl axı sənin də dərdini çarə tapacaq. Heç nədən narahat olma. İndi Simpson gəlib, hər şeyi həll edəcək. Əzizim, Doktor Simpson gəldi. Buyurun, doktor. Leri, sen de işin içindeydin. Leri sen de. Sana güvenmiştim artık. Onun sözlərinə qulaq asmayın, doktor. O səhərdən də belə danışır, heç bilmir özünə nə deyir. Bir müddətdir ki, belədir doktor. Tutmaları geri qayıdıb, kim olduğunu yaddan çıxardı. Elbette unutmamışam, ben Suzanam. Narahat olmayın xanım Makey. İndi mən vəziyyətdə bu dəqiqə aydınlaşdıracağam. Veronika, heç olmazsa bilirsən neçəncədəyik? Elbette ki bilirim, 1973 ildeyim. Başka sorun yoksa benden çək. Sən yanılırsan Veronika. İndi 1963 ildəyik. Bax bunlara 1960-cı il aiddir. 61, 62, 63. Bunlar istenilen kalite düşen tapabilirim. Beni bununla alacaksan, siz hamınız dəlisiniz. Ben de sizin oyuncağınız olmayacağım. Sizi öz xəstəlikli xəyallarınızla baş-başa bırakıram. Ben gedirəm. Dayan! Bizi bunu etməyəsən məcbur etdin. Yok! Yok iləsənə! Yok! Ayşe iləb yok! Yok! Yaxşınız sessiz değilsiniz. Ben sizin kızınızam. Ben Veronika'yam. Bağışlayırım başınız. Ben sizi istəyirəm. Başınıza çok büyük problem çıxarttım. Çok uzun istəyirəm. Hələ də eyni şeyləri təkrarlayırsan. Beni bağışlayın izin istəyirəm sizə. Yalvarıram sizə. Bir də etməyəcəm. Bırakın beni gedim. Sən bizi çox incidirsən. Xahiş edirəm. Heç kim bilməyəcək. Heç kimə deməyəcəm. Özüm də unudacağım. Bırakın beni. Amma biz bu gecənin unudulmaz olmasını istəyirik. Əl çəkin məndən. Mənə zərər verməyin. Bırakın beni. Mənim yazıq qızım. Biz heç sənə zərər verərik. Sən bizim üçün nə qədər dəyərli olduğunu bilirsən. Eləysə bırakın beni. Səni bıraxsan gedərsən axı. Ümidlərimizi də özünlə apararsan. Yox, biz səni bıraxmayacağıq. Beni canıma bağışlayın. An içirəm heç kim bilməyəcək. Bırakın beni. Yox, səni yox. Biz səni bıraxmayacağıq. Biz səni bağışlaya bilmərik. Sən bizim ümidimizin açarsan. Biz səni bağışlayacağıq. Yox. Bununla sonu belə oldu. Səncə bu dəfə alınacaq? Bu son değil. Başlangıçdır. Bu dəfə müqəddəs ruh onu bizə geri qaytaracaq. Bu dəfə edəcək. Məncə hər şey hazırdır. Nə qədər tez başlasa, şansımız o qədər artar. Cəsəd hələ yeni. Soyuq deyil. O cəsəd deyil. O bizim əzizimizdir. İnanıram, bu səfər olacaq.
Veronika onun bedeninde canlanacak. Başlayalım. Güzel olsun. Ey sessizliğin karanlık hükümdarı, ben ana olarak öz kanımdan, öz ışığımdan, öz nurumdan imtina edirəm. Kızımın ruhu geri dönsün diye sana yalvarıram. Talihimizi öz ışığınla tutuyor. Ey adlarını mutluluk, ruhları oyalan nefes. Onu geri almak için öz ruhumu sana veririm. Gel, gölgelerden çık ve cevap ver. Ey bu gölgeler tahtının ruhusu, geçen yoldan vardı. Dirilerin ruhuna karanlık koklayan ebedi nefes. Eşit sesimi. Eşit bizi, Eşit Eşit bizi, ey sessizliğin çağıran nefesi. ruhları oynatan ebedi sesi, kurbanımızı kabul et. kayıt, Kayıt, kayıt. Bu defa da olmadı. Bunu kabul etmedi. Hakan niye? Ne isaf etti? O da uygun değilmiş, ondan da alınmadı. Ama Allah'ına kadar devam edelim. Yok Can! Can dayan burada olmaz! Burada olmaz!
adını öyrəndik. Eyni universitetdə oxuyurlarmış. Onu da yoxlaya bilək. Axır əvvəl birində alınacaq. Sən ruhdan düşün. Otağı yığışdır. Hər vaxtınız xeyir əziz vətəndaşlar. Bugün psixologiya tələbəsi Elena Petrovanın şikayəti əsasında New York polisinin Mackey malikanəsində apardığı araşdırma dəhşətli nəticə verib. Həyətdə 12 qadına aid müxtəlif bədən parçaları tapılıb. Onlardan 8-nin kimliyi təsdiqlənib, 4-ü isə baş hissələri itkin olduğu üçün hələ də müəyyən edilmir. Ailənin 3 üzvü, John, Maureen və Simpson Mackey həbs edilib. Qanunlar ailəsinin məhkəməsi başa çatdı. Onlar günahkar bilinib, lakin psixoloji vəziyyətlərinə görə Manhattan Psixiatriya Mərkəzinə yerləşdiriliblər. Bugün Qadınlar Günü münasibətilə qətlə yetirilən qızların xatirə yürüşündə ailələr ədalət tələb edir. Manhattan Psixiatriya Mərkəzində baş verən yanğından sonra təhlükəli xəstə John Mackey müəmmalı şəkildə yoxa çıxıb. Onun cəsədi tapılmayıb. Arvadı Maureen keçən ay intihar edib, oğlu Simpson isə intihar girişimindən sonra ağır vəziyyətdədir. Polis sakinləri xəbərdar edir. Xüsusilə kənar məhəllələrdə ehtiyatlı olun və şübhəli şəxs gördükdə dərhal
uşağı. Grafik dizayner Əbülfəz Hadiyev. Bizim bu şəraiti yaratdığı üçün Tələbə Həmkarlar İttifaqı Komitəsi sədri Qoşqar İsmailova, Təbib İdman Klubunun sədri Qələndər Aslanova və Həyat Teatr Klubunun sədri Aytaç Şükürləyə təşəkkür edirəm. Hamınıza gəldiyiniz üçün təşəkkür edirəm. Otaq çox istəyə bilirəm. Qeydiyyatın 2 qatağam keçmişdi. Tələbat çox idi. Ona görə siz oturmuşsunuz. Hamınıza təşəkkür edirəm. Uşaqlar, gəldiyiniz üçün çox təşəkkür edirik. Biz otaqda tamaşa qoyulanda ki, uşaqların istəyinə görə olur bu. Müəyyən qədər əslində say qeydiyyat götürürük. Sadəcə bu dəfə qeydiyyat sayımız çox oldu. Yəni 2 qat dediyi kimi Günelin, yəni artıq oldu. Neysə və indidən bu elanı vermək də istəyirəm. Böyük ehtimal inşallah xəbəriniz olacaq. Yəni bizim teatr klubumuzun Instagram səhifəsində görəcəksiniz. Ya bu gün axşam ya sabah. Bundan sonra bizim 3 qırmızı zal tamaşamız, yəni akt zalı, əsas binada yerləşən akt zalında tamaşamız olacaq. Onun elanını vermək istəyirdim. 16 dekabr tarixində bizim görkəmli şairimiz, çox sevdiyimiz şair Mikail Müşfiqə həsr olunan Axbuzun Sevda yolu tamaşası olacaq. 17 dekabr Hamlet əsəri qoyulacaq. Bəli, 19 dekabr isə Topçubar şovun, bilirsiniz Topçubar şovu yəqin ki tanıyırsınız. Topçubar şovun bilirdiniz bu il yubileyi idi və yubileyinə həsr olunan Cərrahlar tamaşası qoyulacaq. İnşallah posterləri, teaserları, qeydiyyat linkləri də paylaşılacaq və əsas binanın qırmızı zalında hər birinizi gözləyəcəyik. Görüşmək ümidi ilə. Bizim üçün çox xoş oldu.